Bilirsiniz ki, dünən gəlinimin ad günü idi. Uşaqlar biraz narahat olduğuna görə bağçaya qoymamışdıq. Gəlinim özü də işdə idi. Uşaqla iş görmək çətindir. Ona görə çox şey hazırlaya bilmədim. Elə biraz aş dəmlədim. Bizim tərəfin xırda lobyalı, qıymalı qarası ilə. Qudam qaz gətirmişdi, onu da qovurdum. Bir də gəlinim axşamdan dolma bükmüşdü. İşdən də gəldi, uşaqlarla bərabər süfrəni bəzədilər. Uşaqlar kömək mi eləyir, iş mi artırır, özünüz yaxşı bilirsiniz. Bir cür salatla börək də hazırladı. Gəlinlə eyni evdə yaşamağı heç vaxt istəməmişəm. Çünki ən doğrusu, hər ailənin öz ocağı, öz qaydasıdır. Bunu illərin içindən gələn bir qadın kimi yaxşı bilirəm. Amma qismət belə oldu. Düşünürəm, biz bu birlikdə yaşamağın haqqını verdik. Həm mən, həm də gəlinim. Qaynatan mənə almışdı. Çoxdan, o vaxtdan 92-nin, 93-ün illərində almışdı. Mən də sahibini bilirəm. Bir-birimizə hörmətlə, anlayışla yanaşmağı bacardıq. Mənim üçün dəyərli olan hədiyyəni mən də gəlinimə hədiyyə etdim. Çünki bilirəm, gəlinə verilən dəyər evin ruzisi, xoşbəxtliyi kimi geri qayıdır. Ad gününü öz aramızda belə səmimi, sakit qeyd etdik. Qızım da öz ailəsinlə gəlmişdi. Bir də tortdan deyim sizə. Dadı dəhşət qəşəng idi. Uzun zamandır belə dadlı tort yeməmişdim. İnanın, hər kəs çox bəyənərək pəhpəhlə yedi. Səhifəni aşağıda bölüşəcəm, mütləq siz də sınayın.